elm tələbəsi, alimlər, məsələn, məşayixlər, Allahın dininə yardım edənlər öz elmləri ilə, onlar bidət əhli ilə mübarizə aparmalıdır deyiləndə nə qəsd edilir? Əhsən. Bütün bidət əhli hamısı qəsd edilir, hamısı. Filan kəs, məsələn, Allahın yoluna dəvət edir. Şeyxdir, alimdir, elm tələbəsidir. Dinə müxalif olan bütün bidətlər yoxdur, hamısı ilə mübarizə aparmalıdır. Bidətin hamısı təhlükədir. Rafizilərin bidəti, xaricilərin bidəti, əşarilərin bidəti, mu'təzillərin bidəti, murciyələrin bidəti. İndi isə yaşadığımız zamanda elə bidətlər, küfürlər, şirklər ortaya çıxıb ki, elm tələbələrinin üzərinə daha çox məhsuliyyət düşür ki, mübarizə aparsınlar. Vallahi, bəlkə də siz bilmirsiniz, xəbəriniz yoxdur, amma doğrudan da cəmiyyət, insanlar pis gündədirlər hal-hazırda. Siz təsəvvür edin, xristiyanlar, nəsranilər necə dəvət edirlər ölkədə? Xəbəriniz var? Seminarlar keçirdirlər, canlı-canlı, təbliğat edirlər, maliyyələşdirirlər, müəyyən qədər insanlar qrup göndərirlər ki, İsa Allahdır, əuzu billah. Mən şahidlik edirəm ki, İsa Allahdır, nə bilim, nə xristiyanlıq qapılara düşürlər. Bu, nəsranilərin dəvəti yayılır. Ondan əlavə bir dərd, ondan da böyük dərd ateistlərin dərdidir. Günü-gündən yüzlərlə insanlar. Sən, qardaşım, bilmək istəsən cəmiyyətin halını, o TikTok olsun, Instagram olsun, hansı səhifələr olsun, videoların altında yazılan şərhlər yoxdur, kommentariyalar. Onları oxu, vəziyyəti bil. Çünki onlar robot yazmır. Onu yazan insandır. Bizim millətdir, bizim cəmaatdır onu yazan. 1000 şərhdən 900-ü, 800-ü, 700-ü hamısı ateistdir. Söyür Allahı. Bir də ehsadçılar. İndi aydındır, gəlirəm ora. Yəni, onlardan da böyük dərd bu ateistlərdir. Sonra deistlərdir. Deistlər bir dərd olub bizim üçün. Sonra Quranilər baş alıb gedir, Elşadın cəmaatı. Və ölkədə bu qədər problem var, düzdür? Elm əhli bunların hamısından xali olmalıdır. Hamısına qeyrəti çəkməlidir. Hamısı ilə mübarizə aparmalıdır. Amma çox təəssüflər olsun ki, bizdə Allah islah eləsin hamımızı. Bəzi özünə elm tələbəsi deyənlər, düzdür, onlar problemi, təhlükəni bir-iki nəfərin üzərində hasr ediblər. Hasr bilirsiniz nədir? Bağlayıblar. Əhatə ediblər olsun. Nə ediblər? Qutardıblar. Problem budur. Məsələn, Rəşad Hümbətov mumeyyidir, hizbidir, təhlükədir insanlar üçün, ölkə cəmiyyət üçün. Və mənim təhlükəmi, mən misal özümü deyirəm, başqasını demirəm ki, hətta problem olmasın. Mənim təhlükəmi ölkəyə, xalqımıza elə böyüdüblər ki, elə şişirdiblər ki, elə təzim ediblər ki, oturanda, duranda, əqiq, toy, məclislərində, hamısında mumeyyi hizbi Rəşad, sanki mənim təhlükəm bizim cəmaatımız üçün o dediyim bidət əhlinin təhlükəsi ki, yoxdur, onlarda daha şiddətlidir. Başa sala bildim? Bunu hamı eləmir. Bir-iki nəfər özünə elm tələbəsi deyən adamlar var. Şeytanın toruna düşən adamlardır. Belə təbliğ edirlər cəmaata. Canı yanır. Bidət əhli. O bidət əhli deyəndə mənim kimi və mənim qardaşları nəzərdə tutur, təhzir edir və böyüdür söhbəti. Bunu hardan görürük? Biri deyə bilər ki, Rəşad qardaş, yox, axı, niyə danışırlar hər bidət falan? Yox, qardaşım. Məsələn, şeyxlərindən soruşurlar Elşad Miri haqqında, rafizilər haqqında, deistlər haqqında, xristiyan. Hamısına bilirsiniz nə cavab verir? Fikir verməyin. Hamısına cavab budur.
Bu və buna oxşar bəzi ifadələr var. Fikir verməyin, boş şeylərdir. Danışır da. Buraxın danışsın da. Bu kimi sözlər 2-3 dənə sözdür. Bütün bidət əhli ilə bağlı olan sualların hamısına bu cavabdır. Fikir verməyin. Fikir verməyin. Yox. Adını da qoyurlar ki, danışırıq da, niyə danışmırıq ki? Bunların danışmağı fikir verməyindir. Amma söhbət mənə gəlib çatanda və bir neçə qardaşla ad çəkmirəm, gəlib onlara çatanda, o hizbidilər, mumeyyi falan bu kimi şeylərə gəlib çatanda gözləri parıldayır. Gözünə işıq gəlir insanın. Ki sanki, sanki əsl problem, indi soruşuldu, görün mən necə danışacağam indi. Saatlarla oturub danışırlar. Nə demək istəyirəm, sözümün canı nədir? Əsl problem onlara görə bunlar deyil, qardaşım, bidət əhli. Mən hər dəfə deyirəm, yenə deyirəm, vallahi, bidət əhli ilə mübarizə aparmaq lazımdır, bidət təhlükədir, falan. Bunların dediyi bidət kimdir? Biz, mən və bizim qardaşlarımız. Ona görə deyirik ki, əhl-i sünnə, ona görə deyirik ki, səmimi, aleykümsalam, ona görə deyirik ki, olar əlbəttə, ona görə deyirik ki, dəvətlərində, sözlərində, iddialarında, təbliğində səmimi deyirlər Allahla, ən birinci Allahla və aldadırlar insanları. Necə ola bilər, qardaşım, mənim təhlükəm rafizinin təhlükəsindən böyük olsun, xaricinin təhlükəsindən, yaxud ateistin təhlükəsindən, filankəsin təhlükəsindən böyük olsun? Niyə? Yəni, mən, məsələn, bir çox şey barəsində çox danışıramsa, deməli, bunu ölkədə ən çox problem bunu görürəm deyə bunu söhbət edirəm. Budur da, yox, ümumiyyətlə elədir. Siz, məsələn, bir qardaş bir şey barəsində söhbət edirsə daha çox, deməli, bunu daha çox problem sayır. Qardaşım, bizim haqqımızda edilən söhbətdən daha çox edilən söhbət yoxdur. Deməli, biz daha çox problemliyik insanlara. O birisiləri həqiqi bidət əhlinə gəlib çatanda fikir verməyin. Danışır da, qoy danışsın. Nə bilim, o kimdir ki, falan bu kimi şeylərlə sualdan qaçırlar. Problem görmür onu əslən. Çünki niyə gücü çatmır, himməti çatmır, rəğbəti yoxdur, həvəsi yoxdur, dərdi o deyil, ixlas yoxdur, səmimiyyət yoxdur ki, onlarla mübarizə aparsınlar. Amma görürsən, bizdən söhbət eləyəndə, qoy qardaşım saatlarla danışsın, gözünə işıq gəlir insanın. Məsələn, başqa şey barəsində soruşsunlar, elə fürsət tapıb aparır ora. Vallahi. O qədər olub ki, məsələn, qardaşlarımız sual veriblər, fürsət tapıb aparıb ora. Çünki insanın dərdi var, bir yanğısı var sanki. Ona görə, əslində isə necə olmalıdır? Bütün bidət əhli yuxarıdan aşağı düşməlidir. Yuxarıdan aşağı. Ən böyük təhlükə hansıdır bizim bu saat? İnsanlar nə gündədirlər, qardaş? Sənin Rəbbinlə istehza edirlər, söyürlər Allahı, Peyğəmbəri ələ salırlar, istehza edirlər və mübarizə aparırlar. Mən yenə deyirəm, var ateisti, insan ateisti özü üçün. Bir var insan ateisti, müsəlmanlara şübhə salır. O hədəfi var, məqsədi var. Səni də çevirsin. İnsan Quranidir, orada Qurani isə Quranla özüm. Yox, mən Qurani özüm üçün Qurani deyiləm, mən sizin üçün Quraniyəm. Mənim hədəfim sizsiz. Vallahi bu cürdür. Məndən soruş deyim, görürük bunu, şahid oluruq biz. Ateistsən, qardaşım, dünəndən ateist ol. Mənə nə? Yox, qardaş, mən ateistəm. Sizə ateist eləyəcəm. Sizə şübhə salacam. Mən Quraniyəm, get Quranla ibadət elə. Demirsən, Quran bəs eləyir. Get elə də. Qardaş, özü ibadət eləmir, qardaş. Namaz qılmır öz adamı. Zikir eləmir, dua yoxdur, oruc yoxdur. O Qurani adı altında rahat insanları azdırmaq. O səni azdırır, məni azdırır. O hədəf o deyil yəni. Başa sala bildim? Hədəf o deyil. Ona görə və indi nəsranilər, xristiyanlar, mən başa düşürəm, heç bir bidəti aşağılamıram. Məsələn, indi insanlar var axı, elə biraz inci idi, küsüb səndən. Belə şeylər danışanda deyir ki, deyəsən bu hizbiləri problem görmür, özü hizbidir. Məsələn, xavaricləri problem görmür. Yox, qardaşım, xavaricdə problemdir, ciddi problemdir. İllərdir mübarizə aparır. Sözümün canı o deyil, düzdür? Sözümün canı o deyil bizim. Hansısa, çünki belə insanlar var axı indi. Qorxursan bir söz deyəsən, fırladır,
başqa tərəfə yönləndirir, başqa şeyə yozur, başqa şeydən danışır. Problemdir, ciddi problemdir. Xaricilər də problem. İllər boyu mübarizə aparılır, mübarizə aparmışıq, əlhamdülillah. Və həmişə də aparacağıq Allahın izni ilə. Amma tək deyil onlar. Firqə tək deyil. Problem yaradan insanlara tək deyil. Sənin canın başqa, o insanların, o başqa bidət əhlinin bidətinlə də yanmalıdır, yanğı olmalıdır səndə. Amma biz görürük ki, bu yoxdur yəni.